Müvəqqəti işğal altında olan Krım yenidən ciddi su qıtlığı ilə üz-üzədir. Artıq saatlı su təchizatı qrafiki tətbiq olunur və Aluşda su anbarlarında qalan ehtiyatla şəhərə cəmi 85-90 gün yetəcək. Bu arada işğalçı hakimiyyət orqanlarının heç bir fəaliyyət planı yoxdur. Bu barədə Milli Müqavimət Mərkəzi məlumat verir. Krımdakı mövcud vəziyyət əhalinin Putinin hakimiyyətindən narazılığını artırır. İnsanlar etirazlarını əsasən Krımı tərk etməklə ifadə edirlər. Üst işğal administrasiyasının Krımın Su Təsərrüfatı və Meliorasiya üzrə Dövlət Komitəsi adlanan qurumunun nümayəndələri Krımın şərq hissəsində su təchizatı ilə bağlı kritik vəziyyəti faktiki olaraq etiraf ediblər. Problem xüsusilə Aluşda da daha kəskindir. Məhdud su ehtiyatları səbəbindən hakimiyyət 1 oktyabrda saatlı su təchizatı qrafiki tətbiq edib və suyun təzyiqini minimuma endirib. Krımdakı mənbələrin bildirdiyinə görə bu vəziyyət yerli məmurlar arasında panika yaradıb. Simferopolda isə böyük çöküş baş verəcəyi təqdirdə kimin günahkar elan ediləcəyi barədə qızğın müzakirələr gedir. Dövlət Komitəsinin rəhbərliyi yoxsa Aksionovun administrasiyası müharibə tərəfdarı Aksionov isə məsuliyyətdə yayınmağa çalışaraq böhranın səbəbi kimi Rusiya Müdafiə Nazirliyini günahlandırır. Nazirlik güya hərbi obyektlər və təlim poligonları üçün kütləvi şəkildə suyu çəkir. İşğalçı dairələrdə əgər ilin sonuna qədər vəziyyət yaxşılaşmasa, Krım administrasiyasında yeni kadr dəyişikliklərinin mümkünlüyü fəal şəkildə müzakirə olunur. Eyni zamanda Aluşda rəsmiləri etiraf edirlər ki, real fəaliyyət planı yoxdur, su təchizatı tamamilə yağıntılardan və daxili ehtiyatlardan asılıdır. Bunlar isə son dərəcə azdır. Yerli sakinlər artıq ən pis ssenariyə hazırlaşırlar. Aluşdanın bəzi bölgələrində insanlar texniki mənbələrdən su toplamağa məcburdurlar. Kommunal xidmətlər isə suyu sisterlərlə daşıyır. Bu su içməyə yararsızdır. Amma başqa alternativ yoxdur. Mütəxəssislər xəbərdarlıq edirlər ki, əgər vəziyyət dekabrın sonuna qədər yaxşılaşmasa, Krım 2020-ci ildən bəri ilk dəfə böyük su böhranı ilə üzləşə bilər. Krımın su problemi yeni məsələ deyil. İllik yağıntı səviyyəsinin nisbətən az olması və zəif çay şəbəkəsi səbəbindən təzə su çatışmazlığı əsrlər boyu kəskin problem olub. Bu problemi həll etməyə ilk cəhd 1833-cü ildəki quraqlıqdan sonra göstərilib Fin əsilli Rus botaniki Kristian Steven Dnepr çayından Krıma kanal çəkməyi təklif edib. Bu ideya yalnız təxminən 130 il sonra həyata keçirilib. 1961-ci ildə Sovet hakimiyyəti Şimal Krım kanalının tikintisinə başlayıb və bir neçə il sonra Dnepr çayının suyu Krıma çatdırılmağa başlanıb. Kanal Krımın su problemini tam həll etməsə də, yarımadanın içməli su, suvarma və sənaye tələbatının təxminən 85%-ni təmin edirdi.